Allah'ın salamı olsun. Bax, qurban olma Allah, bu dəqiqə çıxart bunu. Davay, çək. Bundan qabaq da çəkdim. Mən gezdim axırda televiziyaya. 102 xeyr eləmir, 102 də yığma, 102 işləri yoxdur bunların. Yox. Dəlxana söhbəti bağla, sonra dəl deyil o, axıcı danış. Və Murat, bayaq Lalə haqqında dedim ki, səçək namazın vaxtıdır. Bu Murat dediyim də var, kürəkən. Bir dənəsində heç Allah xəttidir. Və mən onlara indiyə qədər 30-40 minə qədər pul xərcləmişəm də. Və ayda verdiyin, kömək elədiyin hamısı 30 neçə min pul edir. 5 il ərzində. Bəli. Mən boğazda yığıblar axırda, sən üzlərinə vurdun, atasına dedin ki, bu boyda pul vermişim. Halbuki üzə vurmazlar, amma niyə dedin? Boğazda yığırdılar, nəysə sonra incidirlər bir-birin, uşaqları da nəysə sizi boşlu çıxardırdılar. Siz də Lalə də həyatsızlaşmayıb, amma travma aldı. Sonra həm öyle. Deyil. Bu, ay cəmaat, qurban olmalı. Allahın şahidliyi ilə deyirəm ki, atası dedi ki Muradın. Mən ona telefonda dedim, üzünə vurdum, nə dedi? Pulu dedim ki, bu oyda sizə pulu, o vaxt 25 min idi hesabladığım. Bir il qabaqda. Nə dedi? Dedi, bunların yeməyi də olmayıb, geyməyi də olmayıb. Və bu pullar hara xərclənir? Qalmışdı. Lalə deyir, sonra da deyirdi ki, bu pullar hara getdi? Hara getdi? Söndür. Ay Murat, hara getdi? Murat, maşının mənim pulunu söndür. Havalı olsun, halal edirəm, laf yaxşı. Söndür. Söndür. Qoy oraya çıxın. Gelizdən deyir uşaqlarını düşün. Çıxadım televizora. Uşaqları alsınlar bunların əlinə. İkisi də özün yığışdırsın istəyirəm. Murat özünü yığışdır. Sən demişəm, indi baxarsan deyir. Buna dedim video çəkib qoyuram. Allah'ın da olsun demişdim, polisə geləcəm bizdən pul tələb edir. Onu demək də. Pul tələb getdin çıxdın, sonra da pul tələb eləməzsin. Sonra sən sonra özün yenə könüllü verdin. Sonra Murat geləcəm deyir şəhər. Televiziyada, bax, o şəkili də qoyacaqlar. Hər şeyi də sən səbirli sən dedin bayaq. Amma ki, yılansan sən. Yılan deyilsənsə, ay bala. Ay uşaq, danış görün. Niyə yalansın? Dünən bir yalanın, sıra gün ikinci yalanı. Nədir bu? Mən Lalənin yerində olsa heç bir gün də yaşayamazsan o yerdə, heç kəs yaşayamaz. Niyə belə edirsən? Səni mən gecə saat 2-də gətirdim, 12-dən 2-yə qədər saxtardım, tapanmadım polislərin əlindən. Axır ki, 2-də getdim, çıxdın, nə dedin? Dedim ki, ay siz xoşbəxtlik yaxdarsınız, qırmayız bir-birinizi. Quran kitabı, qırmızı kitaba bunu göstərdim, Mehmet Oxuyanı. Nə dedin? Dedim ki, bu xoşbəxtlik yaxdarsınız, Quranı oxuyun, buradadır. Nə dedin? Onda da yalan danışdın. Ay, belə oxuyacağım, elə hamısını oxuyacağım. Gəldim ki, nəysə, qutar. Gedərsən verilişə bulacaq. Özdən yığışdırsınlar bunlar. Lalədə bu da. İkisine deyərsən də baxsınlar. Çıxacaq verilişə görün bu uşaqları alsınlar bir normal adama versinlər. Bu dəllərə yox. Yalancılara yox. Özdən yığışdırsınlar. Çıxacaq mənə verilişə. Allah'ın da olsun çıxacaq. Özünüzü yığışdırın. Yalan danışma. Yalan. Ələysə adam kimdir nə? Yalanı Allah sağladı. Yani yalan nerede? Dönen dedim ona. Ne dedin? Dedim. Sonra eşitti o. Yalan dedi. Bütün pis şeylerden özel mayasız yalandan başlıyor. İbaret. Ve Əhl-i İslam deyir ki, pozğunluğun en pis növü yalandır. Yalan pozğunluğun en pis növüdür. Pozulur, dağılır ailədir. Uşaqlarınız bəzbəxt olacaq, yox, sizdən canı çıxaracaq, çıxacaq verilir. Bəsdir yalan danışdın, bəsdir özünü sərgələ aparmağa, polisin qorxusuna sərgələ apardın. Neynəməlisən, hə Murad? Heç nə, yalan danışmamalısan sadəcə. Yalanla danışa, Laləni əl çəkmirdin. Belə eləyəcəm, Allah haqqı belə eləyəcəm, belə yaşayacaq, hamı sizin kimi yaşayır, demirəm neyinə. Amma o uşaqlar sən, onu da de söyər. Deyir, Allah xətrinə deyir. Ay Murad, sən
Onu da Allah xətrinə qısa. Bir dəfə yadında at paltarı yox idi, şalvarı yox idi, mopedi yox idi, heyz görürdü Laləzar. Şalvar cırıq idi, şalvarın arası süzülmüşdü bütün şalvar. Başqa şalvar da yox idi, çünki mən dedim dayalmayacağım, qoy ərin alsın. Sən mənə çox incitdin deyə, prinsipə durdum. Amma yenə də atdansan verirdim 200-300, 500'ə yaxın verirdim. Sonra, köməkdir də, sonra, Lalə neynədir? İndi deyirsən saat 6'ya qədər qışqırıb. Neynərdin? Sən mən gecə saat 2'də mənə zəng gəldi. Sən ondan qabaq nə olmuşdu? 12'də Lalə zəng elədi ki, nə dedi? Denə Allah xətrinə. Su verişdi deyəcəm, denə. Özən yığışdırsınlar bunlar. Bu Lalə mənə 12'də zəng elədi ki, ay mama, bu deyir ki, mən buna deyirəm ki, mənə pul ver. Temuzu nədir? Ucuzdur, 10-15 manat şeylər. Mənə pul ver, tuman alın. Qan aparıb, şalvar cırıb, moped yox, tuman yox, şalvar cırıb. Bu ərə deyir ki, pul verin, tuman alın. Bu da deyir ki, bir aydan sonra verərəm. Sonra nə oldu? Saat 2'də mənə zəng gəldi. Bu Lalənin qəşəng yox, şeytan kimi pis qışqırtdı. Lalə 4'ə qədər qışqırmışdı onda. Dedilər ki, özdə ondan sonra qonşular da bunlardan üz döndərib. Lalənin sözlərini eşitmişlər. Sonra Murada salam verilmişlər. Sonra bu adam buna deyir ki, bir aydan sonra alaram. Lalə əsəbləşir ki, mən bir ay bağışda mən necə gəldim elə? Bilə-dinə. Bilə-bilə niyə zəng elədin? Nə dedin mənə? Heç nə, telefonu götürmüşəm gecə saat 2'də. Deyir ki, heç nə səs gəlmir, görüm Lalə qışqırır amma. Mənə göstərdi ki, yəni güya, sonra mən biciliyi siyasətim, mən telefonu az boyu, bu az boy verdi. Mən də narahat oldum, təzdən zəng elədim. Bunun nömrəsindən gəlmişdi, əl nömrəmə. 051 585 dalın demə. Sonra bu adam mənə deyir ki, gəl bunu qoyaq psixiatriyə, müalicəyə. Güya da ərdi, güya xəstələnib arvadı. Sən nə dedin? Mən dedim, sən o atsan, mən onu götürəcəm. O dəli deyil. Sonra dedi, götürməyi. Başqa dəli olaraq. Bunlar isə şeytan uymuş. Bir ay göz açıq gəzə bilərsən. Niyə onu sən o vəziyyət, o da nə deyirdi? Onu deyirdi də, Lalə onu görə çıxırırdı. Qan da gəlir, o elə insan yaşaya bilər. Psixiatriyə atmaq üçün mahanı axtarırsan, 9 saat demək tutar. Özünü yığışdırmasan, yalan danışmaqdan məşhurdur, elmandan bətərdir, elman sifətdir. Lalə də bisalaqdır, amma əl qabiliyyəti var, həkimə ərə getməkdən danışır. Niyə səncə? Danışma da, qısar.